Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrafil ənbiya və mürsəlin. Seyyid Muhammedin və alə alihi və ashabihi əcmənə və ba'd. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Müəllif rahiməhullah tavhid məsələlərini davam eləyir. Buyurur ki, babu mə cəə fir riya. Riya barədə nə gəlib? Yəni, riyanın şirkdən olması barədə, hökm barədə nə gəlib? Və müəllif rahiməhullah, təbii ki, şərhçilər bunu birinci məsələyə başlayanda riyanı birinci mənasını dinləyər. Riya bilirsiniz nədir? Riya, yəni göstərmək. Həmçinin var, eşitdirmək. O da riyanın bir növüdür. Yəni, məsələn, tutaq ki, bir şey eləysən, görsünlər ki, sən belə eləysən. Və ya bir şey eləysən, qəsdin odur ki, eşitsinlər ki, sən belə eləysən. Bu, savabı itirir, riya. Savabı aparır və Peyğəmbər sallallahu aleyhi ve sellem də buyurur ki, kiçik şirkdir və həmçinin də münafiqlərin əxlaqıdır, münafiqlərin sifətlərindəndir. Allah subhanahu ta'ala buyurur ki, وَإِذَا قَامُوا إِلَى الصَّلَاةِ قَامُوا كُسَالَ. Yəni, münafiqlərin namazından danışır. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında münafiqlər namaz qılırdı. Oruca tuturdular bəziləri, zahirdə. Yəni, cəmatın arasında olanda. Evdə yox. Ona görə Allah subhanahu ta'ala buyurur ki, وَإِذَا قَامُوا إِلَى الصَّلَاةِ. Namaza qalxdıqları vaxt قَامُوا كُسَالَ. Yəni, təmbəlliklə qalxarda istəməyə. Lakin sonra deyir, yura'unnən nəs. Ki, cəmaat görsün deyə. Yəni, riya idi. Cəmaat görsün deyə. Yura'unnən nəs və la yəzkurunallaha illə qalilə. Və Allah'a çox az zikir edərlər. Ona görə az zikir etmək münafiqin sifətlərindəndir. Ona görə çalışma lazım, qardaşlar, zikrə fikir vermək. Xüsusən səhər axşam. Hətta adi günlərdə də, indi yemək əlhamdülillah hamımız deyirik, bismillah. Adi məsələn, ayağına girib çıxmayın. Zikir var. Məsələn, yatanda zikir var. Girəndə, çıxanda evə, bazara girəndə. Yəni, belə baxırsan ki, həyatın hər bir sahəsi üçün bir dənə zikir var. Yəni, çalış istifadə elə, xüsusən əlhamdülillah müsəlman qalası əladır o barədə. Çünki az zikir eləmək münafiqlərin sifətlərindəndir. Ola ki, münafiqlər əsasən cəmaat görsün deyə ona məşğul idilər. Ona görə müəllif rahiməhullah riyadan danışanda bilirik ki, riyanın növləri var. Riya əməli batilləyir. Ne üçün? Çünki şirkdir. Fərqi yoxdur, böyük, kiçik. O hissəni batilləyir. Riya olan hissəni. Və şirk olduğuna görə, şirkdir, tərifi nədir şirk? Şirkin mənası nədir? İbadətdə neysə, Allahdan qeyrisinə sərf eləmək. O vaxt ki, riyakar, aleyhissalam, əməlində Allah üçün yox, Allahdan qeyrisi üçün elədi, çünki riya eləyəndə ixlas gedir. O vaxt ki, riyakar, Allah üçün yox, qeyrisi üçün görsünlər deyə elədi, bu onu deməkdir ki, şirk elədi, şirkin də mənası Allahdan qeyrisini ibadət neysə sərf eləmək. Ona görə o hissə batildir. Və lakin riya ola bilər əvvəldən olsun, ola bilər ibadət əsnası olsun. Əvvəldən məsələn, hələ qalxır ki, qoy görsünlər ki, namaz qıllam. Bu, namaz batildir. Çünki riya batilləyir o yeri. Əvvəldən olsa bütün ibadəti, amma ola bilər riyanın elə növü var ki, ibadət əsnasında gəlir. İbadət əsnasında. Məsələn, gələ bilər ibadət əsnasında. Və lakin iki hal var. Batıl ola bilər, əgər mübarizə aparmasın.
Yox, amma əgər mübarizə aparsan, inşallah ibadətin batıl deyil. Yəni, o hissəsi. Ola bilər, o mübarizə apardığı görə Allah Taala əcr verəcək sənə. Məsələn, namaz qılsan, birinci rükəti yaxşı qıldın, ikinci rükətdə hiss elədin ki, gəldi, kimsə girdi ora, məsələn, və ya baxırlar sənə, başladın, onlar içindən ki, bu dəhşətdir, məsələn, və ya ağlamaq zat, başına ağlamaq zada, bu riyadır. Və ya tutaq ki, heç vecibə deyil. Lakin birdən də gəlir də, riyadın heç keç, yəni azad deyil, ha. Kimsə sinəsini döməsin, mənə riya gəlməz. Gəlir. Gəlir, gedir ancaq. Gəlir, apargın o saat. Yəni, deyəm, ləzzət alma. Yox, əgər mübarizə aparacaqsənsə, inşallah ibadətin səhihdir. Yox, əgər yox, davam edəcəksənsə, o yer batildir. İbadətin o yeri. Məsələn, mal cəhətindən tutaq ki, 100 manat pulun var, 50 manatın verdin sədəqə ixlasla, Allah rızası üçün. 50 manat verəndə riya gəldi. O 50 manat savabı getdi. Amma 50 manatın, o birisi 50 manat Allah üçün oldu, savabını qazandın. Ona görə riya, qardaşlar, elə belə əməl deyil, elə belə iş deyil. Bunun üzərində işləməlisən. Və Allahdan qeyrisinə aid olduğuna görə eləyəndə tohidə aid məsələlərdir. Və şirkdir. Peyğəmbər sallallahu əleyhi və səlləm şirkdir. Sadəcə kiçik şirkdir. Kiçik şirkdə fərqlənir təbii ki, böyük şirkdən. Şirkin 2 növü var. Və bəzi alimlər deyir 3 növü, lakin ümumən 2 növüdür. Böyük və kiçik. Riya kiçik şirkdir. Lakin böyük ola bilər. Hər bir kiçik böyük ola bilər əgər, yəni tutaq ki, məsələn, əvvəldən riyanla olsa artıq böyük şirkdir. Yəni sərf etdi bütün ibadəti Allahdan qeyrisinə. Aydındır, amma əsnasında gəlir, xüsusən də mübarizə aparırsan, o inşallah gedir. Lakin kiçik şirk var. Kiçik şirk inşallah aydındır, böyük şirklə bilirsiniz fərqlənin ki, böyük şirk Allah Taala bağışlamır, amma kiçik şirki bağışlayır. Böyük şirk bütün hər şeyi batil eləyir, ibadəti, amma kiçik şirk batil eləmir. Ancaq bir hissəsin, hansı bir yeri, savabı mane olur. Həmçinin o ayə ki var, Allah Subhanahu buyurur ki, İnnəllaha la yəğfiru an yüşrikə bihi və yəğfiru ma dun zəlikə limen yəşə. Allah Taala bir dənə müşriki bağışlamayacaq, ondan savayı istədiyin bağışlayacaq. Orada alimlər deyirlər ki, orada qəsd böyük şirkdir, lakin Şeyxülislam İbn Teymiyyə deyir ki, ikisi də daxildir. Böyük və kiçik. Və Şeyxülislam İbn Teymiyyə deyir ki, kiçik şirk sahibi də cəhənnəmə gələcək. Kiçik şirk sahibi də cəhənnəmə gələcək. Lakin əbədiyyən yox. Aydındır. Və bəzi alimlər kiçik şirki böyük günahlardan hesablayırlar. Və bəzi alimlər hətta deyirlər, böyük günahlar hamısı kiçik şirkə daxildir. Aydındır, lakin təbii ki, fərqi var. Asili başqadır, şirk başqa, lakin bir-birlərinə əlaqələri var. Yəni, aydındır, qardaşlar. Lakin müəllif burada rahiməhullah, deməli, birinci başlayır Kəhf surəsi 110. Kəhf surəsi 110-cu ayədir. قل إنما أنا بشر مثلكم يوحى إلي أنما إلهكم إله واحد فمن كان يرجو لقاء ربه فليعمل عملا صالحا ولا يشرك بعبادة ربه أحدا. De, mən də sizin kimi bir insanam. De, yəni bu adı bir dənə bu iki hərf var, de. Dəlildir ki, Quran Məhəmmədin sözü deyil, sallallahu aleyhi ve sellemin. Çünki bəzi onlar deyir ki, Məhəmməd yazıb. Orada elə şeylər var, Məhəmməd bilmirdi. Çox şey var ki, Məhəmməd bilmirdi, bilə də bilməzdi. Allah da elə adama peyğəmbərlik verib ki, hər dünyadan qırıq idi. Çox insanlarla əlaqəsi yox idi. Dinlərdən heç məlumatı yox idi. Çünki Məkkə elə bir yer idi ki, qırıq idi dünyadan. Özü də elə adama verdi ki, yetim oldu. Ki, deməsinlər valideynləri öyrədib. Yazıb oxumayan adama verdi. Deməsinlər ki, yazıb oxuyurdu, ona görə alim bildi. Allah subhanət hələ adama verib ki, şübhə o yoxdur, şübhə. Axtarsan, tapa bilməzsən.
Ona görə onu Muhammed yaza bilməz. Sallallahu aleyhi ve sellem. Quran Allah'ın kəlamıdır. Və qul, 2 dənə hərif, de, dəlildir ki, Muhammedin sözü deyil. Muhammedin sözü olsaydı elə, deyərdi, mən deyirəm belə. Yox, deyirlər, ona deyirlər ki, diginən. Deyən də Cəbrail də Allah Teala tərəfindən gəlir, çatdırır Allahın kəlamını ona. De. Aha, nə deyir? De, mən də sizin kimi bir insanam. Ayət dəlildir ki, Peyğəmbər də sallallahu aleyhi ve sellem bizim kimi insandır. Sadəcə fərqi deyir. Sadəcə fərq nədədir? Mənə vəhy olunur ki, vəh gəlir. Hə. Sizin məbudunuz tək olan ilahdır. Hə, vəh gəlir, əsas babudur. Ki, ilah, yəni məbud. Məbud. İlah təkdir. İbadət olunan təkdir. La ilahe illallah. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, kim əgər Allahla qarşılama, yəni Allahı görməyi dəlildir. Allahı görməyi dəlildir. Liqa, bəzi alimlər bu ayəni dəlil gətirərək ki, Allahı görməyə. Çünki Allahla qarşılaşmaq. Bəzi alimlər baxmayaraq, açıq ayə var ki, Allahı görəcəyik. Qiyamət surəsi 22-23. Lakin bu ayə də dəlildir Allahı görmək barədə. Lakin deyir ki, kimlər görəcəyik? Hə. Yaxşı işlər görsün və yerinə yetirdiyi ibadətlərində Rəbbinə heç kəs şərik qoşmasın. Salih əməl və əsas nədir? Şirk qoşma. Başqa hədisdə gəlir ki, kim ölsə, Allaha şərik qoşmasa daxil olacaq cənnətə. Kim ölsə, Allaha şərik qoşan idisə, daxil olacaq cənnəmə. Əsas budur, qutardır və salam. Düzdür. O demək deyil, əməl. Çünki fikir versən, əməl var. Əməl də mühümdür, əməl də. Ona görə əl-üsün vəl-cəma, elhamdülillah, ən insaflıdır, ən adildir, ən orta yoldur, ən insaflıdır və s. Əl-üsün vəl-cəma buyurur ki, iman dinlə demək, qəlblə, təsdiqli əməllə göstərməkdir. Hə. Müəllif rahiməhullah bu ayəni misal gətirir. Bu ayəni misal gətirir ki, əgər sən Allah'a qarşılamaq istəyirsən, salih əməl olmalıdır, bir də şirk olmamalıdır. Yəni, riyadan uzaq olmalısan. Əgər sən istəyirsən Allah Taala'la görüşəsən, görəsən onu, onunla qarşılaşasan, onun camalına tamaşa eləyəsən, gərək etdiyin əməl onun üçün olmalıdır. Etdiyin əməl Allah üçün olmalıdır. Əgər Allahdan qeyrisin olsa, artıq riyadır. Riya və şirkdir və təbii ki, ola bilər Allahdan qeyrisin olsun, riya olmasın. Məsələn, müşriklər necə Allahdan qeyrisinə ibadət edirlər. Sonra müəllif rahmetullah aleyhi Əbu Hureyra rivayətini gətirir. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, Əbu Hureyra deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, Qâle Allahu Teala, Allah Teala dedi. Fikir versən, Əbu Hureyra deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah Teala deyir. Amma Quran ayəsi deyil. Buna deyirlər qüdsi hədis. Qüdsi hədis mənası Allah Teala'dandır, sözləri Peyğəmbərdən. Quran mənası da Allah Teala'dandır, sözləri də. Aydındır. Hədis isə mənası Peyğəmbərdəndir, sözləri də Peyğəmbərdən. Sallallahu aleyhi ve sellem. Amma qüdsi hədis bu ortada. Vəh, qüdsi hədis və hədis. Qüdsi hədis ortada dayanıb. Mənası Allah Teala'dandır. Ləfsi Peyğəmbər sallallahu aleyhi ve sellemdən. Hansı ki, Qurana daxil deyil bu. Deyir ki, Allah Teala qüdsi hədisi necə tanımaq olar? Bax belə. Hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah Teala deyir, bilgilən ki, qüdsi hədisdir. Deyir ki, Ənə əğnə şurəkə ani-şirk. Mənə amilə amələn əşrəkə ma'i fihi qeyri təraktuhu və şirkəh. Ravahu Muslim. Muslim rivayət edib hədis səhihdir, elhamdülillah. Və Peyğəmbər sallallahu aleyhi ve sellem Allah subhanahu ta'ala tərəfindən burada buyurur ki, bəs Allah Teala buyurur ki, o təkdir. Yəni, şərikə ehtiyacı yoxdur. Yəni, əslən, ehtiyaclar şərik götürür. Ehtiyaclı adam şərik götürür. Amma Allah Teala'nın şərikə ehtiyacı yoxdur. Ona görə kim şərik qoşur, Allahı
yaxşı münasibət qurmur. Və Allah da o qulunla yaxşı münasibət qurmur. Allah ondan heç nə qəbul eləmir. Və buyurur ki, mən amilə əmələn, kim bir əməlində mənə şərik qoşsa, mən onu o şərikindən tərk eləyərəm. Yəni, o etdiyi əməllə və hər şeylə tərk eləyərəm. Yəni, qəbul eləmərəm ondan. Baba onu göstərir ki, şirkin təhlükəliyi. Şirkin təhlükəliyi. Və Allah Teala şirklə heç nə qəbul eləmir. Bu onu göstərir ki, müsəlman necə şirkdən çəkinməlidir. Şirkdən çəkinməli üçün gərək şirki öyrənməlisən. Sən bilməyə necə çəkinəcəksən. Şirkin də növləri çoxdur, qardaşlar. İnşallah ola bilər, qabaqda ələm fəsillər var, ola bilər, o növlərin bəzilərini toxunacaq. Məsələn, inşallah, yəni, var məsələn, sevgidə şirk, var itaətdə şirk, var məsələn, qorxuda şirk, var məsələn, duada şirk, dəvətdə şirk daha doğrusu, duada şirk daha doğrusu. Təbii ki, duada şirki bilirsiniz də, əsasən, o qəbirə ibadət edənlər daha məşhurdurlar bu şirkdə. Yəni, hər şirki biri eləyir, daha məşhurdurlar. Yəni, şirkin növləri çoxdur. Ona görə müsəlman çalışmalıdır birinci babla təhlükələri öyrənməyə. Çünki dinimiz tohidə əmr eləyib və şirkdən çəkinməyə əmr eləyib. Və əsas buna nail olmaq lazımdır. Və sonra müəllif rahiməhullah təbii ki, şirk girəndə riya da onun içinə daxildir, qardaşlar. Riya da nədir? Şirkin bir növüdür. Ona görə müəllif rahiməhullah fikir versən, şirkdən ayə gətirdi və hədis, bilin ki, yəni riya da şirkdir. Şirkin bir növüdür. Kiçik şirkdir. Olsa daha şirkdir. Sonra müəllif rahiməhullah Əbu Said radiyallahu anh'ın rivayətini gətirir. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Ələ uxbirukum bimə huvə əxvəfu aleykum indi minəl məsihid dəccal. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, sizə Məsih Dəccaldan daha çox mənim sizə qorxduğum şeyi xəbər verinmi? Yəni, təsələ, Məsih Dəccaldan ələm qorxulu şey var. Və Peyğəmbər sallallahu aleyhi ve sellem qorxur ümməti üçün. Və dedilər ki, qalu bələ, dedilər ki, bəli, qal əşşirkul xəfi. Dedi ki, kiçik şirk, yəni xəfi, gizli şirk. Yəni, riya. Yaqumur racul, indi sonra şərh eləyir. Yaqumur racul fəyusalli fəyuzeyyinu salatahu limə yara min nəzərin raculin iley ravahu Əhməd. Və İbn Məcə və başqaları. Yəni, deyəndə ki, kiçik şirkdir, riya və sonra şərh elədi kiçik şirk nədir? Bir kişi qalxır namaz qılmağa və namazını gözəlləşdirir ki, məqsəd də odur ki, başqaları görür ona görə. Baxır ona görə. Aydın qardaşlar, təsəvvürlə kiçik şirkdə elə baxmadı ki, kiçik olsa da Məsih Dəccalın fitnəsindən də böyüdür. Daha qorxuludur. Yəni, bu onu göstərir ki, mömin necə ehtiyatlı olmalıdır. Aydın qardaşlar, onu göstərir ki, dəlildir ki, mömin necə ehtiyatlı olmalıdır. Məsih Dəccaldır, bilirsiniz, axır zamanda ən böyük fitnələrdən biridir. Sağ gözü belə tutulu olacaq, yəni bir gözü olacaq. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Məsih Dəccal bir gözlüdür, yəni bir gözü bağlıdır, o demək də təpəsindədir, bir dənə gözü yox. Yəni iki gözlüdür, sadəcə bir gözü tutulub. Sağ gözü, Allah isə iki gözü var. Allah isə iki gözü var, çünki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Məsih Dəccal bir gözlüdür, Allah isə bir gözlü deyil. Yəni iki gözü var. Allah subhanət hələ özünə layiq olan. Həmçinin yəni bu onu göstərir ki, qardaşlar,
kiçik şirkin necə təhlükəli olmağı və deməli necə xilas olmaq olar sadəcə kiçik şirkdən. Bunlardan necə xilas olmaq olar? Riyadan. Riya deyəndə kiçik şirk bilgilən. Məsələn, tövhidin növlərini öyrənməklə, bilməklə, əməli o növlərə uyğun eləməklə. Və məsələn, bu səbəb olur. Həmçinin Allahın neymətlərinin özündə görüb şükür eləməklə, özü daima Allah qarşısında alçaq görməklə, təvazükarlıqla, qorxuna, ibadəti çoxaltmaqla, və bunlar ölümü yada salmaqla, ölümün dəhşətlərin, axirət günün yada salmaqla və bunlar hamısı riyanı aparır. Çünki dünyanı boşa çevirir. Həmçinin riyanı özün öyrənməklə nə vaxt gəlir, necə ona mübarizə aparmaq. Həmçinin riyanın aqibəti, nəticələri nə olur? Ondan adam eşidəndə qorxur. Gələndə də dərhal özünü düzəldirsən. Həmçinin çalışmaq ixlas. İxlas qutarır riyadan. İxlasa aparan əməllər. Həmçinin ixlaslı adamlarla oturmaq. Çünki adam kimin oturur, ona oxşayır. Və adam da oturur əslən kim uyğundur ona fikirlərində zadda. Ona görə adamı tanımaq olar. Yollarından biri odur ki, tanımaq üçün bax gəlin kiminlə gəzir. Kiminlə oturur. Adam hələ tanımaq olur. Aydın qardaşlar. Və başqa əməllər çoxdur. Başqa əməllər çoxdur, qardaşlar. Hansı ki, bunlar hamısı riyadan qurtarmaq üçün böyük səbəblərdəndir. Və müəllif rahimehullah, yəni bu bir ayə və 2 dənə hədis gətirdi bu fəsildə. Və bilirsiniz ki, Kəhf surəsi idi ayədə. Və həmçinin Şeyx rahimehullah burada səbəbləri də qeyd edir. Peyğəmbər sallallahu qorxmağı. Və qorxmaq olar, qorxmaq eyb deyil. Qorxmağın bəzi növləri bəyənilir. Və Peyğəmbər sallallahu qorxurdu ümməti üçün. Və qorxurdu ki, şirk eləyər. Təsəvvür, şirk necə böyük təhlükədirsə, Peyğəmbər sallallahu qorxurdu ümməti üçün. Özlə kimlərə qorxurdu? Sahabələrə. Və əgər sahabələrə üçün qorxurdursa, təsəvvür biz yəni necə ehtiyatlı olmalıyıq, çəkinməliyik. Və həmçinin biz dedik ki, burada riya deyəndə süm'a da daxildir. Yəni eşitdirmək. Adam var, göstərmir, eşitdirir. O da daxildir buna. Ne üçün? Çünki niyyət dəyişir Allahdan qeyrisinə. Nə Allahdan qeyrisinə getdi, artıq kövrəndir. Aydın qardaşlar. Və bu qədər. Sonra müəllif rahimehullah buyurur ki, bab minəşşirk iradatul insan bi amelihi dünya. Həmçinin şirkdən şirkin növlərindən də biri odur ki, insan əməllə dünya istəyə. Dünya, məqsədi dünya ola. Təbii ki, bu da riya yaxındır. İnşallah bu qalsın gələn dərsimizdə. Biraz fəsil mən istədim. Düzü ikisini bir deyim, ancaq bu biraz o birisindən uzundur, böyükdir. Ona görə qalsın inşallah gələn dərsimizə.